İlk kitabım Nəfsi Təskiyenin elmi əsasları olub. Bu 2010-cu ildə qələmə alınıb. Bu kitab insanın mənəviyyatında, insanın ruhunda olan pərdələrdən danışır. Təsəvvüf və irfan janrındadır bu əsər. Orada hansısa bir şəxs əgər mənəvi paklanma yolunu seçsə, bu təsəvvüf məktəbi bunu bu cür izah eləyir ki, insan müəyyən pərdələrlə qarşılaşır və o pərdələri aşdıqca insan başlayır kamilləşməyə. Bu pərdələr ümumi olaraq iki hissədən ibarətdir. Bir zülmət pərdələri, bir də ki nur pərdələri. Zülmət pərdələri insanın dünyaya bağlılığı, hansısa yanlış bir işlərə olan meyli, yanlış düşüncələr, insan daxilində olan psixologiya dilində desək, kompleksləri, qorxuları, bunlar hamısı zülmət hicablarıdır. Nəyə görə zülmət hicabları? Ona görə ki, sən bunun yanlış olduğunu konkret olaraq bilirsən və bunlar səni inkişafdan saxlayan amillərdir, daxili amillərdir. Bu zülmət hicablarıdır və bir arif mənəvi paklanma yolunda ilk olaraq bu zülmət hicablarını keçməlidir. Zülmət hicablarını keçəndən sonra irfan məktəbi deyir ki, insan daxilində artıq ikinci qisim hicablarla, yəni maneələrlə də qarşılaşır. Bu artıq nur hicablarıdır. Yəni sən bunu görmürsən. Ona görə buna deyirlər nur hicabları. Ümumi kontekstdə sən bunu gözəl bir hiss olaraq qələmə ala bilərsən, gözəl bir məqam kimi düşünə bilərsən, ancaq öz-özlüyündə bu da səni inkişafdan qoyan bir amildir. Əslində çox belə qəribə və çox belə dəqiq bir yanaşmadır. Bəzən olur ki, biz öz problemimizi problem kimi görmürük. Biz bəzən olur ki, içimizdə olan maneəni əslində maneə kimi görmürük. İçimizdə olan hansısa hissi və hansısa fikri bizim inkişafımıza xidmət edən fikir və hiss kimi qəbul edirik. Ən böyük problem də budur və bir halda ki, o sənin inkişafa mane olan amildir. Mən o kitabda bu cür məqamlardan bəhs eləmişdim və zülmət hicabları nədir, onları qruplaşdırmışdım. Sonra nur hicabları nədir? İndi satışdadır mı həmin kitab? O kitab indi satışı bitib. Təkrar nəşri düşünülür? Bəli, təkrar nəşri yeni redaktə ilə, yeni cildlə düşünülür. Sonradan oradakı mövzuları mən başladım bir psixoloq kimi əsərlərimdə qələmə almağa. Əslində hamısı insan daxilində gedən proseslərdən danışır. Ona iki bir yanaşma var. Birinci, fəlsəfi kontekstdə yanaşırsan, bir irfan və təsəvvüf prizmasından yanaşırsan, onda deyirsən ona zülmət və nur hicabları, insanın daxilində arifin mənəvi paklanmada qarşısına çıxan maneələr. Psixoloq kimi mövzuya yanaşsan, sən artıq orada danışırsan komplekslərdən, fobiyalardan, təşvişlərdən və ilaxır. Əslində hamısı eyni mövzudan danışır. Hamısı eyni məsələyə fərqli prizmadan istəyir. Fərqli adlar qoymuşuq. Fərqli adlar qoyurlar, ancaq bu yenə də insan daxilində olan bir məqamdır. Belə bir psixoloq olub, İsveçrə psixiatrı Carl Gustav Jung, onun bir əsəri var, Psixoanaliz və din. Orada belə bir ifadəsi var, deyir ki, psixologiya fəlsəfənin bir mövzusu olaraq artıq müstəqilləşir, mövzusu olmağından çıxır. Yeni bir təlim kimi başlayır mövcud olmağa. O vaxtı psixologiya ümumiyyətlə dinə zərərlidir, yoxsa yox, belə müzakirələr başlayır getməyə Avropada və psixoterapevtlər bu barədə fərqli fikirlərini başlayırlar irəli qoymağa. Sigmund Freudin bir yanaşması var. O deyir ki, ümumiyyətlə dinlə psixologiyanı sən eyni tuta bilməzsən və din tamam başqa bir məsələdir, bu bir mövhumatdır və bir dinin psixologiya ilə və psixiatriya ilə heç bir əlaqəsi yoxdur. Dini təlimlər bundan kənar olan mövzulardır. Bir də var psixiatriya, psixologiya, psixoterapiya. Bunlar elmi əsası olan hansı təlimlər? Bir qrup başlayır bu cür düşünməyə. Carl Gustav kimi, Erich Fromm kimi psixiatrlar isə bunlar fikirləşirlər ki və əsərində də qələmə alır. Carl Gustav orada Tavistock mühazirələrində başlayır o fikirləri irəli sürməyə, sonra kitabça formasında çap olunur. Orada deyir ki, Freud orada səhv düşünür. Çünki psixiatriya ilə, psixoterapiya ilə din əslində eyni mövzunu fərqli aspektlərdən araşdırırlar. Bir teoloq, bir ilahiyyatçı ruh barəsində danışır, adını qoyur ruh. Biz eyni mövzunu danışırıq, adını qoyuruq psixika. Əslində eyni məsələdən danışırıq. Biz danışırıq komplekslərdən, şuur altında və yaxud da ki şuursuzluq deyək və yaxud da kollektiv şuursuzluq. Bu isə deyir ona fitrət. İnsan psixologiyası demir, ancaq deyir insan ruhunun qatları. Eyni məsələdə biri qərb dilindədir, biri ərəb dilindədir. Yəni hansısa sözdür. Yox, sırf ərəb də deyil. Çünki bunların danışdığı və müxatəb olaraq gördüyü ilahiyyatçılar, bunlar Katolik kilsəsinin keşişləri idi. Bunlar heç ərəb ifadələri də orada istifadə eləmir. O dövr üçün. Yəni sən fərq eləmir. Adını nə qoyursan qoy, sən eyni həqiqətdən danışırsan.